Şamaxı rayonu ərazisi qədim tarixi abidələrlə zəngin olan bir bölgədir. Həmin tarixi abidələrdən biri də Kələxana kəndində yerləşən Kələxana türbələr kompleksidir. Bu kompleks 17-ci əsrə aid olan memarlıq abidəsidir və günümüzə qədər 9 türbədən hal-hazırda 8-i gəlib çatmışdır. Biri tamamilə dağılmış, bəzi türbələrdə də müəyyən dağıntılar baş versə də, yəni bugünkü günümüzə qədər 8 türbə zamanın canlı şahidi kimi mövcuddur. Bu türbələr kompleksi orta əsrlərdə Şirvan bölgəsində geniş yayılmış sufizmlə bağlıdır. Burada sufi dini cərəyanının bir mərkəzi xanəgahı olmuşdur. Yəni həm sufizm cərəyanı nümayəndələri öz ideyalarını, öz fikirlərini məhz bu mərkəzdən təbliğ etmişlər, bu bölgəyə yaymağa çalışmışlar. Və burada olan tikintilər, əlavə tikintilər onu göstərir ki, burada doğrudan da xanəgah olub və burada müəyyən o dini işlərlə məşğul olan, o ideyanı, fikirləri yayan insanların qalmaq üçün də yerləri mövcud olmuşdur. 9 türbədən yalnız birində tarixi kitabə mövcuddur, digərlərində tarixi kitabə yoxdur və yaxud müəyyən zamanlarda həmin tarixi kitabələr itirilmiş, yoxa çıxmışdır və tarixi kitabənin üzərində türbələrin tikinti tarixi olaraq Hicri təqvimi ilə 1074, miladi təqvimlə 1663-cü il tarixi göstərilir. Orada qeyd olunur ki, burada Çilgər şeyxlərindən, İsrafilin nəslindən olan, Uca Allah tərəfindən bağışlanmış Şeyx İbrahimin oğlu Əmir Əhməd dəfn olunub. Türbələr Şirvan Abşeron memarlıq üslubunda inşa edilib, 8 güşəli prizma formasındadır. Tavanları isə piramidal formada inşa edilib. Çox unikal bir tarixi abidədir. Bakıda İçəri şəhərdə Seyid Yahya Bakuvi türbəsi ilə bu türbələrin memarlıq üslubu, oradakı ornamentlər demək olar ki, eynilik təşkil edir.